Zəhmət olmasa özünüzü təqdim eləyin. Mən İradə Sarxanova Əvəz qızı. Hardan gəlmisiniz? Sabirabad rayonunun Beşdəli kəndindən gəlmişəm. Nə şikayətlərin var da İradə? Lakin mənim şikayətim çox idi. 2020-ci ildən oğlum məni gəzdirmədiyi yer yox idi. Ən başlıcası da qıçımda qızıl yel var idi. Qan çatışmamazlığı, qaraciyərdə problem, ürəkdə problem. Ümumiyyətlə mənim problemim çox idi. Sonra nətər oldu bizə gəldik? Sonra gəldim, oğlum məni göndərdi şəhərə. Qızım girdi internetə, sizi ünvanınızı tapdı. Çox gözəl, çox dedim, amma səni aparacam bunun yanına. Doktor Seyfəddin klinikasına? Hə, bəli. Doktor Seyfəddin klinikasına. Gəldik, çox gözəl nəticə verdi müalicələrim. Nə müalicələr aldın? Arı müalicəsi aldım, zəli, təbii dərmanlar, məlhəmlər, bəli. Mən arzu eləyərdim ki, bütün xəstələr kimyəvi dərmanlardan əl çəksinlər. Və bizim bu Seyfəddin müəllimin müalicəsinə gəlsinlər, təbii müalicə alsınlar, məlhəmlər qəbul eləsinlər, onda nəticəsini görəcəklər. Mən ona çox minnətdaram, çox sağ olsun. Allah onun ömrünə bərəkət versin. Allah onu bizə çox görməsin. Allah can sağlığı arzulayıram ona. Çox sağ olsun. Nəticəsi də gözəldir. Arzu eləyirəm ki, kim ağır belə xəstəliklər varsa gəlsinlər. Bizdən Sabirabada salamlar. Çox sağ olun. Çox sağ olun. Minnətdaram.